Müşahin bəy, belə bir deyim var ki, məsələn, küçə kişiləri, məsələn, küçə tipajlı kişilər. Bir var ki, məsəl üçün ev, ailə, bir də var küçə tipajlı. Məsələn, bunlar necə doğrudur, realdır, necə seçmək olur? Ümumiyyətlə qadın necə kişiləri bəyənir deyə sual verdiyimizdə burada iki cür kişi tipi çıxır bizim qarşımıza. O münasibət psixologiyasında çox kitablarda, videolarda biz bunu eşidirik. Evləniləcək insan, əyləniləcək insan. Zaten bəylər də xanımlara elə deyirlər ki, evləniləcək. Evləniləcək insan, əyləniləcək insan. Dolayısıyla qadınların gözündə də kişilər evləniləcək və əyləniləcək olmaq üzrə iki qrupa bu bölünür. Hər nə qədər bu kişilər haqqında deyilsə də qadınlar da bunu eləyirlər. Və psixologiyada bunu şəxsiyyət tipi ilə adlandırdığımızda alfa və beta olmaq üzrə iki dənə ad qoyurlar adətən bunlara. Alfa kişilər, beta kişilər. Və qadınlar adətən alfalarla zaman keçirtməyi, betalarla evlənməyi tərcih edirlər. Nəyə görə? Çünki istəyirlər ki, onu qorusun, bəli, onunla onu əyləndirsin, təminatı olsun, desin, gülsün, əylənsin, gözəl bir zaman keçirsin. Amma bir tərəfdən də ona çox da müdaxilə etməyən, sərhədlər çəkməyən bir insanı istəyirlər. O küçə tipajı dediyimiz insanlarda, kişilər də əslində o dəlisov, çılğın, qadınları əyləndirə biləcək, onların xoş zaman keçirə biləcəyi bir kişi tipini əhatə edir. Betadır. Onlar belə deyək, betaların içində çox olmurlar, daha çox alfaların içində olurlar. Amma bu o demək deyil ki, alfa kişilərin hamısı belədir və yaxud da ki, alfaların hamısı küçə adamıdır və yaxud da ki, küçə adamlarının hamısı alfadır. Biz bunu deyə bilmərik. Amma qadınların belə insanlara olan, kişilərə olan tələbatı eyni zamanda onların yaş dövrü ilə əlaqəlidir. Çünki qadının da özəlliklə müəyyən yaş periodunda gözlədiyi kişi tipi dəyişə bilər. Məsələn, qadınlar adətən 30 yaşına qədər, yəni 17-18-li yaşlarından ta 30 yaşına qədər, bunlar adətən o dediyimiz kimi daha çox çılğın, küçə tipajlı kişilərə daha çox meyillilik göstərə bilirlər. Gənc qızlar adətən onları əyləndirəcək, onlara həyəcan yaşadacaq kişilərə meyillilik, maraq göstərə bilirlər. Amma artıq bir müddətdən sonra, özəlliklə 30 yaşdan sonra qadınlar da biraz daha çox analıq instinkti baş qaldırmağa başladığına görə, xüsusilə də ana olmayıblarsa belə, ana olanda təbii ki, bu daha güclü olur. Amma ana olmasalar belə, o yaş dövründən etibarən qadınlarda başlayır ki, güvəndə olum, özümü güvəndə hiss eləyim. Ona görə artıq yavaş-yavaş o küçə tipajından uzaqlaşıb ailə tipajına doğru meyilli olmağa başlayırlar. Amma burada da belə bir məsələ ortaya çıxır. Onların həmin o gözlədiyi, həmin o 30 yaşdan sonra axtardığı kişi tipləri də adətən o yaşdan sonraki qadınlara çox meyil göstərmirlər. Daha çox 30-un altındakı qadınları daha çox gözləyirlər.